Hörmətli müəllimlər, əziz abituriyentlər, hər biri salamlayıram. Bugün sizə Xəzər xaqanlığı, Qaraxanlı, Qəznəvi və Ərəb xilafət haqqında məlumat verəcəm. Dərsimizə keçməzdən əvvəl zəhmət olmasa dəstək üçün kanalımıza abunə olaq, videoları bəyənək, rəy yazaq, bir çox insan qarşısına videoların çıxmağına vəsilə olaq. Xəzər xaqanlığı haqqında məlumat verək. Xəzər xaqanlığı. Belə desək, Xəzər xaqanlığı 7-ci əsrin ortalarında Göytürk dövlətini izah edəndə onu qeyd etmişdik. Qərbi Göytürk xaqanlığın süqutundan sonra onun ərazisində yaranmış bir dövlətdir. Xəzər xaqanlığı 7-ci əsrin ortalarında, yəni təqribən 650-ci illərdə yaranıbdır. Xəzər xaqanlığı Qərbi Göytürk dövlətinin varisi sayılır. Xaqanlıqda hakim sülalə eynən Göytürklərdə olduğu kimi Aşina sülaləsinə mənsub idi. Bunu yadda saxlayaq. Demək, yaradılmasında hansı tayfalar iştirak edib? Xəzər tayfaları, Barsil tayfaları, Sabir tayfaları və digər tayfalarda, ancaq kitabımızda bu 3 tayfanın adı çəkilir. Xəzərlər, Barsillər və Sabir tayfaları bu xaqanlığın yaranmasında iştirak ediblər. Demək, bu tayfalar xaqan böyük köçündən əvvəl Qafqazda və Qafqazın bəzi qonşu ərazilərində də yaşayıblar. Dövlətin paytaxtları Bələncər, Səməndər və İdil şəhərləri olmuşdur. Demək, belə desək, dövlətdə birinci şəxs Göytürk xaqanlığında kimi xaqan, onu qeyd edeyim, dövlətin başçısı sayılırdı və dövlətdə artıq ikinci şəxs Göytürklərdə Yabuqu idi. Biz artıq bunu öyrənmişik, amma Xəzərlərdə bu xaqan bəyi adlanırdı. Demək, dövlətin başında xaqan, ikinci şəxs isə xaqan bəyi ən nüfuzlu şəxslərdən biri idi. Xaqan bəyi adlanır. Dövlətin dili türk-xəzər dili idi. Hətta Bulqar-Türk dövləti zəifləməsindən sonra Xəzər xaqanlığı Bulqar-Türk dövlətinin bəzi ərazilərini ələ keçiribdir. Sasanilərin Azərbaycanda, eləcə də Cənubi Qafqazın ərazisində möhkəmlənməsinə imkan verməmişdi. Xəzər xaqanlığı Ərəb xilafəti ilə uzun müddətli mübarizədə olub. Ərəb xilafətinə birazdan toxunacağıq. Ərəb xilafətində mən sizə qeyd edəcəm, burada da deyirəm, yadınızda qalsın. Ərəblər 4 xəlifənin dövründə, Əməvilərin dövründə, Abbasilərin dövründə Xəzər xaqanlığı ilə mübarizə aparmışdır. Bəs yaxşı, Xəzər asayişi nədir? Xəzər asayişi neçənci əsrlərdə davam eləyib? Bu proses ümumiyyətlə nədən bəhs edir? Buna baxaq. Xəzər asayişi dövrü 8 və 9-cu əsrləri əhatə edir. Xəzər asayişi dövründə Xəzər xaqanının icazəsi ilə Slavyan tayfaları Dnepr çayı və Desna çayları arasındakı ərazilər və yerləşiblər. Bir daha qeyd edirəm, Xəzər xaqanının icazəsi ilə Slavyan qəbilələri Dnepr və Desna çayları arasındakı ərazilərdə yaşayıblar. Xəzərlər, belə desək, Xəzər asayişi dövründə Xəzərin cənubunda ərəb orduları ilə apardığı uzun sürə müharibələrdən sonra şimala doğru çəkilib və Şərq Slavyanlarını tabe edərək Xəzər asayişi dövründə Şərq Slavyanlarını özünə vergi verməyə məcbur edibdir. Biz bir neçə türk dövlətini keçəndə orada dini pərakəndəliyi ilə bağlı, belə desək, bir dövlətin arasında bir neçə dinin yaranması, dini pərakəndəlik yaradır. Məsələn, Uyğurlarda bu misal çəkdik, birinci Göytürkdə misal çəkdik. Demək, Xəzər xaqanlığında dini pərakəndəlik var. 8-ci əsrin sonlarında, bu köhnə nəsillərdə bunu 790-cı il verirdi. Musəvilik, yəni Yəhudi dini rəsmi dövlət dini səviyyəsində elan edilir. Ancaq məhkəmə prosesləri necə olur? Məhkəmə prosesində məhkəmə hakimiyyəti məsələn, testlərdə sizə verə bilər, testlərdə sizin qarşınıza çıxa bilər. Yazar ki, yalnız məsələn, Musəvilərin dinini təmsil edən nümayəndələrin, xeyr, bu tamamilə səhvdir. Qeyd etdiyim kimi, bütün dinlərin nümayəndələrindən təşkil olunmuş və həmin məhkəmədə heç bir ayrı seçkiliyə yol verilməmişdir. Xəzər xaqanlığının zəifləməsinin səbəbləri nələrdir? Bəs süqutuna birazdan toxunacaq. Xəzər xaqanlığının zəifləməsinin bir neçə səbəbi var. Ərəb xilafəti ilə biraz öncə qeyd etdiyim kimi 200 ilə yaxın aparılan uzun müddətli müharibə. İkincisi, qonşuluqda yaşayan türk tayfaları olan peçeneklərlə mübarizə və Musəvilik yaranandan sonra, yəni 8-ci əsrin sonlarından başlayaraq zəifləmə başlayıb. Bu da niyə? Dini pərakəndəliyin, yəni ölkə arasında müxtəlif dinlərin yayılması ölkənin zəifləməsinə səbəb olub. Bir daha qeyd edirəm, dini pərakəndəlik, müxtəlif dinlərin yayılması, Ərəb xilafəti ilə 200 ilə yaxın aparılan mübarizələr, qonşuluqda yaşayan türk tayfaları olan peçeneklərlə mübarizə, yəni peçeneklərin Xəzər xaqanlığına hücumu,
belə desək, Xəzər xaqanlığının zəifləməsinin səbəbidir. 965-ci ildə Kiyev knyazı, adını qeyd edim, Svyatoslav Xəzər xaqanlığına hücumun nəticəsində xaqanlığın sonuncu paytaxtı İdil şəhərini ələ keçirmiş və Xəzər xaqanlığı 965-ci ildə süqut edib. Hərçənd Xəzərlərin adı 12-ci əsrə qədər tarixi mənbələrdə məlumat verilir. Ancaq burada sadəcə siyasi hakimiyyətlərini itiriblər, sadəcə Xəzər tayfaları haqqında məlumat verilibdir. Növbəti dərsimiz Qaraxanlılar dövləti. Qaraxanlılar dövlətdə, belə desək, türk dövlətləri arasında ən maraqlı dövlətlərimizdən biridir. Həm İslam aləmi ilə bağlı, həm digər türk sülalələri ilə, kompaktlığı ilə bağlı. Qaraxanlı dövləti 840-cı ildən 1212-ci ilə qədər mövcud olmuşdur. Qaraxanlı dövləti eynən Xəzər xaqanlığı və Göytürklər kimi Aşina sülaləsinə mənsub olan tayfa tərəfindən yaradılmışdır. Beləcə, eynən Göytürklər kimi və Xəzərlər kimi Aşina sülaləsindən mənsub olan türk dilli tayfalar tərəfindən yaradılmışdır. Alper Tonqanın, yəni Əfrasiyabın varisləri sayılırlar. 840-cı ildə Qutluq Bilgə Qədir xan tərəfindən bu dövlətin əsası qoyulub. Buna diqqət edin. Qutluq Bilgə Gül xaqan Uyğur dövlətinin qeyd edirəm. Qutluq Bilgə Qədir xan isə Qaraxanlı dövlətinin əsasını qoymuşdu. 840-cı ildə yaradılan Qaraxanlı dövlətinin ilk paytaxtı Balasaqun şəhəri olmuşdu. Balasaqun şəhərindən başqa Qaşqar və Uzgen şəhərləri də Qaraxanlı dövlətinin siyasi mərkəzləri kimi fəaliyyət göstərib bir müddət. Demək, ölkənin hökmdarı Bilgə xaqan, yəni Qutluq Bilgə Qədir xan, Qaraxan titulu daşıdığından görə bu sülalənin üzvləri Qaraxanlı sülaləsi adlanır. Bəs yaxşı, Satuq Buğra xanın hakimiyyəti dövründə hansı hadisələr baş verib? 932-ci ildə İslam dini qəbul olunub. 932-ci ildə İslam dini rəsmi din kimi ölkədə qəbul olunub və bunun nəticəsində Türkistanda olan əhalinin bir çox hissəsi İslam dinini qəbul etmişdi. 10 il sonra, yəni 942-ci ildə isə xaqan titulunu qəbul edib və paytaxtı 942-ci ildə bunu qeyd edeyim, Qaşqar şəhərinə köçürmüşdü. Hətta 10-cu əsrin sonlarına yaxın Qaraxanlı dövlətində türk dilində, türk yəni əlifbasında, belə desək, türk dilində, ərəb əlifbasında demək İslam ədəbiyyatı yaranmağa başlayıb. Hətta türk yazıları olan bəzi mənbələr ərəb qrafikalı əlifba ilə əvəz olunubdur. 10-cu əsrin sonlarında türk dilində ilk dəfə Quran-ı Kərim kitabının təfsirləri, yəni təfsir izah eləmək, şərh etmə mənasındadır. Quran-ı Kərimin belə desək, izah etmələri, təfsirləri yazılmışdı. 999-cu ildə Qaraxanlı dövləti belə desək, Qəznəvlərlə birləşib Samanilər dövlətini süquta uğradıb, belə desək, Qəznəvlərlə Qaraxanlılar arasında 999-cu ildə Samanilər dövləti bölüşdürülübdür. Samanilər dövləti süquta uğradılandan sonra Qaraxanlı dövlətinin ərazisi Balxaş gölündən Hindiquş dağlarına və Qaraqorum dağlarının ərazisinə qədər genişlənmişdi. Bir daha qeyd edirəm, 999-cu ildə Samanilər dövlətinin Qaraxanlarını Qəznəvilər parçalayıbdır və Samanilər dövləti süquta uğrayandan sonra ölkənin ərazisi Balxaş gölündən Hindiquşa və oradan da Qaraqorum dağlarına qədər genişləndirilibdir. 1042-ci ildə Qaraxanlı dövləti iki hissəyə parçalanıb. Şərqi Qaraxanlıya və Qərbi Qaraxanlı dövlətinə. Şərqi Qaraxanlı və Qərbi Qaraxanlı dövlətinə. Şərqi Qaraxanlı dövlətinə 13-cü əsrin əvvəlində Qara Kitaylar, Qərbi Qaraxanlı dövlətinə isə Xarəzmşah Cəlaləddin 1212-ci ildə son qoymuşdur. Buna diqqət etmək lazımdır, çünki oxşarlıq kimi düşə bilər sizə, yəni sizin sualı təqdim edə bilər sizə bu sualı bu formada. Demək, 13-cü əsrin birinci yarısında Qərbi Qaraxanlılarla və yaxud da Qaraxanlı dövləti ilə Atabəylər dövləti, Eldənizlər dövlətinin oxşar cəhətini soruşsa, 13-cü əsrin birinci yarısında Xarəzmşahlar tərəfindən süquta uğradılıb. Çünki 1225-ci ildə Atabəylər dövləti, Eldənizlər dövləti Xarəzmşahlar tərəfindən süquta uğradılmışdı. 1212-ci ildə isə Qərbi Qaraxanlı dövləti Atabəylər dövləti tərəfindən süquta uğradılıbdır. Qəznəlilər dövləti. Qəznəlilər dövləti demək, türk tayfaları bu Mavərənnəhr vasitəsilə İslam dininin yayıldığı ərazilərə gətirilərək Abbasi xəlifələrinin, ərəb və fars əsrli vilayət hakimlərinin, iri vilayət hakimlərinin
ordularında, saraylarına qulamlar kimi, qulluqçu kimi xidmətə cəlb olunublar. Ancaq bunlarla razılaşmayan bəzi qulamlar olub, yəni nökərlər olubdur. Bunlardan biri də Alptəkin idi. Hətta Alptəkin uzun müddət Ərəb xilafətinin ordusuna xidmət edib və 962-ci ildə ilk paytaxtı Qəznə şəhəri olan yeni bir dövlətin, indiki Əfqanistan ərazisində yeni bir dövlətin, Qəznəlilər dövlətinin əsası 962-ci ildə qoyulmuşdur. Nəzərinizə çatdırım ki, belə desək, dövlətin ən qüdrətli dövrü 998 və 1030-cu illərdə hakimiyyətdə olmuş Sultan Mahmud Qəznəlinin hakimiyyəti dövründədir. Sultan Mahmud Qəznəli biraz öncə qeyd etdiyim kimi 999-cu ildə Qaraxanlı dövləti ilə birləşərək Samanilər dövlətini süquta uğratmışdır. Samanilər dövlətini süquta uğradandan sonra Samanilərin əzəli 4 torpağı, 4 ərazisi, Xorasan, Sistan və Əfqanistanın ərazisini özünə tabe eləyib, yəni dövlətin ərazisini genişləndirmişdi. Ancaq Sultan Mahmud Qəznəlinin sual bu cürdür. Xarici siyasətində ən çox tutmaq istədiyi ərazi hansı idi bəs? Sultan Mahmud Qəznəli xarici siyasətində ən vacib tutmaq istədiyi yer Hindistan ərazisi idi. Hindistanın şimal-qərb ərazilərinə hücum etmiş və Hindistan şimal-qərb ərazilərini eynən Mihraqul Xan kimi qeyd edirəm, Axun hökmdarı Mihraqul Xan kimi Hindistanın şimal-qərb ərazilərini tutaraq ölkənin ərazisini genişləndirmişdi. Hindistanın zəngin sərvətlərinə sahib olması Qəznəlilər dövlətini, yəni Sultan Mahmud Qəznəlinin dövlətini iqtisadi cəhətdən inkişaf etdirmişdi. İslam xəlifəsi tərəfindən İslam aləmində ilk dəfə bunu bir şey qeyd eləyim. Osmanlı dövlətində Sultan Muradla bəzən şagirdlər bunu qarışdırır. Bunu qarışdırmayın. İslam aləmində ilk dəfə sultan titulu Sultan Mahmud Qəznəliyə verilib Ərəb xəlifəsi tərəfindən. Osmanlıda ilk sultan titulu daşıyan Sultan Muraddır. Bunlar fərqli cəhətlərdir. Bunlara biraz çalışın diqqət edin. Demək, İslam xəlifəsi tərəfindən İslam aləmində ilk dəfə sultan titulu qəbul edən, yəni Abbasi xəlifəsi tərəfindən sultan titulu qəbul edən ilk müsəlman hökmdardır. Bundan əlavə Rey, Həmədan, İsfahan ərazilərini belə desək, ələ keçirərək öz hakimiyyətini Qərbi İranın ərazisinə yaymağı bacarmışdı. Hətta Sultan Mahmud Qəznəli mədəniyyətə çox önəm vermiş, Əl-Biruni kimi, İbn Sina kimi alimləri öz sarayında mühafizə etmişdir. Amma Sultan Mahmud Qəznəlinin hakimiyyəti başa çatdıqdan sonra 1030-cu ildə, yəni 11-ci əsrin 30-cu illərində Sultan Mahmud Qəznəli öləndən sonra hakimiyyət uğrunda mübarizə başlayır. Hakimiyyət uğrunda mübarizə şəraitində 1030-cu ildən 1040-cı ilə qədər hakimiyyətə Sultan Məsud gəlir. Sultan Məsudun hakimiyyəti dövründə Türk tarixinin ən məşhur döyüşlərindən olan Dəndənəkan döyüşü baş verir. Dəndənəkan döyüşünün nəticəsində Səlcuqlar sayca az olsalar da Sultan Məsudun qüvvələrini, yəni Qəznəliləri məğlub etmişdilər. Qəznəlilərin məğlub edilməsi nəticəsində bütün Xorasanın ərazisi Səlcuqların hakimiyyəti altına keçib. Səlcuqlar Mərkəzi Asiyada əsas gücə çevrilməyi bacarıblar və Səlcuqların Azərbaycana, İrana və İraqa gedən yolları açılmışdır. 12-ci əsrin ikinci yarısında dövlət, belə desək, Gürlü tayfaların hücumlarına tez-tez məruz qalırdılar. Bu hücumların nəticəsində Qəznə şəhərinə Gürlülər hücum edib paytaxt Qəznə şəhərini tutur və bu hücumların nəticəsində paytaxt 12-ci əsrin ikinci yarısında Lahor şəhərinə köçürülür. 1187-ci ildə dövlət Gürlü tayfasının aramsız hücumları nəticəsində 962-ci ildə yaranan Qəznəlilər dövləti 1187-ci ildə süqut eləyir. Ərəb xilafəti. Ərəb xilafəti 630-cu ildən 1258-ci ilə qədər mövcud olub. Ərəb xilafəti, xilafət haqqında məlumat vermədən mən əvvəl istəyirəm Ərəbistan yarımadası haqqında, ərəblərin yaşam tərzi haqqında sizə bir ümumi məlumat verim. Ondan sonra həm İslam dini, həm Məkkə şəhəri, həm də Ərəb xilafəti haqqında, yəni dövlətin idarəçiliyi ilə bağlı sizə məlumatlar verim. Demək, Asiya və Afrika qitələrinin qovşaqlarında Ərəbistan yarımadasında yaşayıblar. Belə desək, yarımadanın qərb sahillərindən keçən mühüm ticarət yollarının Məkkə şəhəri və ticarət məsələlərində onun əsas rəqibi Mədinə şəhəri idi. Məkkə şəhəri haqqında biz nələri deyə bilərik? Baxaq.
Məkkə şəhəri haqqında biz nələri bilməliyik? Demək, əhalisinin çoxu Qureyşlərdən ibarət idi. Ərəblərin Məkkə şəhəri dini mərkəzi və ticarət mərkəzi sayılırdı. Əhalinin əksəriyyəti İslam dini yaranana qədər bütpərəstlik dininə sitayiş eləyir. Ancaq orada xristianlıq, yəhudilik, belə desə zərdüştlik sitayiş eləyən insanlar da Məkkədə yaşayırdılar. Məkkə şəhərinin mərkəzində yerləşən və ziyarətgahları olan Kəbədə ibadət eləyirdilər, Kəbə evində. Demək, İslam dininin nə vaxt yaranıb? İslam dininin genişlənməsinə kim şərait yaradıb? İslam dini haqqında məlumat verək. Bilirik ki, dünya tarixində ən məşhur insanlardan biri Məhəmməd Peyğəmbərdir. Məhəmməd Peyğəmbər 570-ci ildə Məkkə şəhərində anadan olub. Hətta demək, uşaqkən valideynlərini itirib, o yaxın qohumları, nənə babası böyüdübdür Məhəmməd Peyğəmbəri. Məhəmməd Peyğəmbər 610-cu ildən, yəni 40 yaşı tamam olanda Məhəmmədə peyğəmbərliyi verilmiş və 3 il sonra, yəni Məkkədə İslam dinini 613-cü ildən təqribən başlayaraq İslam dinini təbliğ etməyə başlamışdı. Nəzərinizə çatdırım ki, belə desək, İslam Allaha təslim olma, salamatlığa çatma, sülh, əmin-amanlıq mənasını verir. İslamı qəbul edənlər müsəlman adlanır. İslama qədərki dövrü ərəblər cahiliyyə, yəni nadanlıq, avamlıq dövrü adlandırıblar. 622-ci ildə Məhəmməd Peyğəmbər Məkkə şəhərindən Mədinə şəhərinə hicrət edir. Hicrət sözünün mənası köç etmək deməkdir. Məhəmməd Peyğəmbərin Məkkədən Mədinəyə hicrət etməsinin nəticəsində 622-ci ildən İslam tarixi başlayıb. İslamın müqəddəs kitabı Quran-ı Kərimdir. Quran-ı Kərim 114 surədən ibarətdir. Belə desək, Ərəb xilafətinin müasir dövrdə İslam ölkələrinin əksəriyyəti belə desək, İslam hüququnu şəriət qanunları əsasında, Quran-ı Kərimin qanunları əsasında qanunlar məcəlləsi hazırlamış və bunu əməl etmişdilər. Bəs yaxşı, ilk İslam dövləti nə vaxt yaranıb və bunun yaranmasına qədərki proses hansılar oldu? 624-cü ildə Bədr döyüşündə bütpərəstlərlə, yəni belə desək, Məkkəlilərlə müsəlman Mədinəlilər arasında döyüş baş verir. Döyüşdə müsəlmanlar bütpərəstlərə məğlubiyyətə uğradırlar. Və bunun nəticəsində 630-cu ildə Məkkəlilərlə Mədinəlilər arasında sülh müqaviləsi bağlanmışdır. Bu sülh müqaviləsinin nəticəsində 630-cu ildə Məhəmməd Peyğəmbər Mədinədən Məkkə şəhərinə gəlmiş və 630-cu ildə ilk İslam dövlətinin əsasını qoymuşdur. Məhəmməd Peyğəmbər 632-ci ildə vəfat edəndən sonra 632-dən 661-ci ilə qədər 4 xəlifə Əbu Bəkir, Ömər, Osman və Əli tərəfindən dövlət idarə edilməyə başlamışdı fərqli dövrlərdə. Bəs 4 xəlifə dövründə, yəni 632-661-ci illərdə 4 xəlifənin hakimiyyəti dövründə hansı hadisələr baş verib? Paytaxt Mədinə və Məkkə şəhəri olmuşdur. Bütün Ərəbistan yarımadası ərəblər tərəfindən ələ keçirilib. Şimali Afrikanın bir hissəsi, əgər belə desək, çaşdırmaq üçün sizə sual versə, yazsa ki, Şimali Afrikanın bütün ərazilərinin tutulması, bu səhvdir, bu Əməvilərin dövründədir, bunu birazdan qeyd edəcəm. Şimali Afrikanın bir hissəsi tutulubdur. Sasanilərlə mübarizə şəraitində 651-ci ilə Sasanilər dövlətinə son qoymuşdular. Bizansla uğurlu mübarizələr aparmış və Misir, Suriya, Fələstinin ərazisi ərəblər tərəfindən ələ keçirilmişdi. Xəzərlərlə mübarizə aparılmış. 643 və 653-cü illərdə 1-ci və 2-ci Bələncər döyüşlərinin nəticəsində ərəblər Xəzərlərə məğlub olmuşdur. Bəs sual yaranır, İslam ordularının asanlıqla qələbə qazanmasının səbəbləri nələrdir? Necə olurdu ki, İslam orduları bir dövlətin üzərinə və yaxud da bir dəstənin, bir qəbilənin üzərinə hücum edib və çox asanlıqla uğur qazana bilirdilər? Demək, orduların yüngül silahlanmış çevik atlı dəstələrdən ibarət olması, işğal olunan ərazilərin əhalisi ilə ədalətli davrandıqları üçün çox vaxt əhali onlara müqavimət göstərməməsi və o dövrün ən güclü dövlətlərindən sayılan Bizans və Sasani dövlətlərinin bir-biri ilə müharibələrdə özlərini zəiflətməsi nəticəsində ərəblər apardığı müharibələrdə üstünlük əldə edirdilər. 661-ci ildən 750-ci ilə qədər Əməvilərin siyasi hakimiyyət dövrüdür. Əməvilərin hakimiyyət dövründə bəs hansı hadisələr baş verib? Paytaxt Dəməşq şəhərinə, yəni Şam şəhərinə köçürülmüşdür. 705-ci ildə
Qafqaz Albaniyasına son qoyulmuşdur. Biraz öncə qeyd etdiyim kimi Şimali Afrikanın işğalı başlayıb 4 xəlifənin dövründə, Şimali Afrikanın fəthi başa çatdırılıbdır Əməvilərin siyasi hakimiyyəti dövründə. 8-ci əsrin əvvəllərində belə desə Afrikanın Avropanı ayıran boğazı keçib, yəni Cəbəl Əl-Tariq orduya komandanlıq eləyirdi. Onun adı ilə bağlı olaraq Cəbəl-Tariq boğazı da adlandırılır. 711-ci ildə İspaniyanın ərazisində yaşayan Vestgotları məğlub edib və İspaniyanın ərazisini ələ keçiriblər. Sual yaranır. Məsələn, xronoloji bir ardıcıllıq verər sizə. Həmin xronoloji ardıcıllıqda yazar ki, ərəblərin ilk dəfə Avropa qitəsinə çıxması, ilk dəfə Avropa qitəsinə gəlməsi 711-ci ildə İspaniyanın fəthi iləndir. 732-ci ildə Poitiers yaxınlığında baş vermiş döyüşdə Frank qüvvələri ərəblərin qüvvələrini məğlub edir. Hətta sizə ola bilsin ki, bu Poitiers döyüşü kimi təqdim olunmaz. Yenə xronoloji ardıcıllıq verər, belə yazar. Yazar ki, ərəblərin Avropa qitəsinə girişi qarşısı alınması, ərəblərin Avropaya çıxışının qarşısının alınması. Belə yazsa bilin ki, söhbət 732-ci ildə Poitiers döyüşündən gedir. Uzun müddətli mübarizə apardıqlarına görə Xəzərlərlə mübarizə davam etdirilibdir Əməvilərin dövründə. Artıq belə desək, Əməvilərin siyasi hakimiyyət dövründə dini siyasətdə boşluqlar yaranıb. Niyə? Ayrı-seçkili siyasət apardılar dini siyasətdə. Səbəb bundan ibarətdir ki, Əməvilər İslamı sonradan qəbul etmiş, belə desək, digər tabe etdiyi millətlərə belə desək, nifrət hissi ilə baxırdı və bu ayrı-seçkili Əməvilərə qarşı üsyanlara səbəb oldu. Bu üsyanlardan ən güclüsü 750-ci ildə Əbu Müslümün başçılığı ilə, 2 dəfə yazmışam, Əbu Müslümün başçılığı ilə üsyan qalxdı. 750-ci ildə Əbu Müslüm üsyanının nəticəsində Əməvilər sülaləsi hakimiyyətdən devrilmiş və yerinə Abbasilər sülaləsi gəlmişdir. Ancaq məsələ burasındadır ki, İspaniyanın ərazisində olan Əməvilərin nəslindən olanlar Abbasilərin hakimiyyətini qəbul etmədiyinə görə orada Kordova xilafətini yaratmış və Abbasilərdən ayrılan ilk ərazi kimi İspaniyanın xəritə sualı versə bunu bilin. Abbasilərdən ayrılan ilk ərazi demək 8-ci əsrin ortalarında Kordova xilafəti idi. Yəni İspaniyanın ərazisində idi. Növbəti Abbasilər 750-1258-ci ildə hakimiyyətə gəldi. Artıq siz Talas döyüşünün Uyğurların dərsindən sizə məlumdur. 751-ci ildə Talas döyüşündə ərəblərlə Çinlilər arasında baş verib, ərəblər Çinliləri məğlub edib, ancaq Mərkəzi Asiyada ərəblər möhkəmlənə bilmir və bunun nəticəsində də ərəblər möhkəmlənə bilmədiyinə görə Uyğurlar Mərkəzi Asiyada möhkəmlənir və Uyğurlar Talas döyüşü nəticəsində bir daha qeyd edirəm, Uyğurlar Çinin daxili işlərinə qarışmağa başlayırlar. 762-ci ildə paytaxt Dəməşq şəhərindən Bağdad şəhərinə köçürülür. Demək, Ərəb xilafə Abbasilər sülaləsinin hakimiyyəti dövründə Abbasilərin apardığı ağır vergi siyasətindən milli zülmə, dini zülmə qarşı fərqli ərazilərdə üsyanlar baş verib, ancaq Abbasilərin hakimiyyətini kökündən sarsıdan üsyan hansıdır? Bu Azərbaycan ərazisində baş verən 778-837-ci illərdə Xürrəmlər üsyanıdır. Xürrəmlər üsyanının nəticəsində əmirlərin hakimiyyətinin güclənməsi, xalqın narazılığının artması nəticəsində 9-cu əsrdə Ərəb xilafəti ortalarında, yəni 9-cu əsrin ortalarında Ərəb xilafəti parçalanmağa başlayıb. Misir, İran, Azərbaycan, Əfqanistan, Mərkəzi Asiya Bağdad xilafətindən ayrılmışdı. Hətta Xəlifə Mötəsimin dövründə Bizans və belə desək, xilafətdə üsyanlara qarşı ərəblər ilk dəfə 9-cu əsrdən türk sərkərdələrini orduya cəlb etmişdilər. 1055-ci ildə Səlcuqlara Abbasilər tabe olmuşdu. 1-ci Toğrul tərəfindən Bağdad şəhəri tabe edilibdir. 1258-ci ildə də Monqolların başçısı Hülaki xan tərəfindən süquta uğradılıbdır. Buna xahiş edirəm, çox diqqət edin. Məsələn, səbəb nəticə sualı verər sizə. Həmin sualda sizə yazsa ki, Hülakilər dövləti tərəfindən Ərəb Abbasilərə və ya da Ərəb xilafətinə son qoyulub, bu tamamilə səhvdir. Monqollar birinci Ərəb xilafətinə son qoyublar, ondan sonra yeni sülaləni əsasını qoyublar. Abbasilər sülaləsi hakimiyyətə gəlibdir. Bəzək Ərəb xilafətində vergi və torpaq mülkiyyət formaları hansılardır? Bunları da aydınlıq gətirək və dərsimizi yekunlaşdıraq. Demək, vergilər hansılardır? Xərac hansı vergidir? Xərac xilafətdə əsas vergi növüdür. Torpaqdan istifadə müqabilində alınırdı. Cizyə 15 yaşından 60 yaşına çatmış kişilərin
hər birindən alınırdı. Qadınlar, uşaqlar təbii ki, bundan azad idilər. Bunun müqabilində hərbi xidmətdən azad olunurdu cizyə vergisinin verilməsi ilə. Xüms vergisi daşınan əmlakın 5də 1-i qədər əhalinin ödədiyi vergidir. Təbii ki, varlılardan alınırdı. Zəkat hər bir müsəlmanın daşınmayan əmlakının 1/40 dəyəri qədər ödədiyi vergi idi. Bəs vergi islahat haqqında bir şey deyim mən sizə. 4 xəlifənin dövründə, bax qeyd etmişəm, Əməvilərin dövründə, Abbasilərin dövründə oxşar cəhət nədən ibarətdir? Vergi islahatı keçirmələrdir. Çünki məsələn 4 xəlifənin dövründə demək qeyd edirlər ki, xəlifə Əlinin dövründə vergi islahatı aparılıb və hətta əkilməyən torpaqlardan vergi alınmaması ilə bağlı xəlifə Əli göstəriş verib. Əməvilərin dövründə 725-ci ildə əhali siyahıya alınıbdır. Abbasilərin dövründə isə vergi verə bilməyənlərin övladları qula çevrilibdir. Bunları yadınızda saxlayın. Torpaq mülkiyyət formasında demək dövlətə məxsus torpaqlar, divan torpaqlar, dövlət və yaxud da divan torpaqları adlanıb. Bunu da qeyd edeyim. İqta xidmətə, mülki və hərbi xidmətə görə verilən şərti torpaqları idi. Bu irsi deyil, şərti torpaqlardır. Mülklər feodalların irsən keçən, feodalların irsi torpaqlardır. Vəqf dini idarələrə, məscidlərə, ruhanilərə məxsus torpaqlardır. İcma kəndlilərin, yəni yerdə qalan əhalinin, kəndlilərin belə desək torpaqları idi və onu da qeyd edeyim ki, vergilərin çoxu icma torpağında yaşayan kəndlilərin payını düşürdü. Nəzərinizə bir şey də çatdırım, bir oxşarlıq da çatdırım, ondan sonra dərsimizi yekunlaşdıraq. Torpaq mülkiyyət formalarından vəqf və iqtanı mən xüsusi işarələmək istəyirəm. İqta və vəqfi işarələmək istəyirəm. Niyə? Oxşar cəhətləri nədir bu iki torpağın? Bunu ayrıca qeyd edeyim. İqta vəqf. İqta və vəqfin oxşar cəhəti nədən ibarətdir? Oxşarlığı nədən ibarətdir? İqtanı da, vəqfi də almaq qadağandır. Satmaq qadağandır. Bağışlamaq qadağandır. Amma həm iqta, həm vəqf torpaqları icarəyə verilə bilərdi. İqta və vəqf torpaqlarının oxşar cəhəti necədir? Almaq olmaz, satmaq olmaz, bağışlamaq olmazdı, ancaq icarəyə vermək olardı. Əziz müəllimlər və dəyərli şagirdlər, bugünkü dərsimiz bura qədər idi. Hər birinizə çox minnətdaram. Bir daha qeyd edirəm, zəhmət olmasa kanalımıza abunə olaq, videoları bəyənək ki, bir çox insanın qarşısına bu video çıxsın. Hər birinizə təşəkkür edirəm, çox sağ olun.